Salam değerli YouTube izleyicilerimiz. Bugün size hem evin hem de torpağın kupçası olan magistral yolun tam kenarında belə bir gözəl 4 otaqlı həyət evimizi təqdim edeceğim. Videomuzu sona kadar izleməyiniz məsləhətdir. Bütün məlumatları da videonun daxilində qeyd olunur. Evimizin yerləşmə yeri Abşeron rayonu Məhəmmədli qəsəbəsidir. Magistral yoldan 15-20 metr məsafəsi var. Ümumilikdə 2 sot yarım torpaq sahəsindədir. Yerdən də 12 daş kürsüdə tikilib. Evimizin ön hissəsi balkon kimi saxlanılıb. Mətbəxindən də birbaşa evin balkonuna çıxışı var. Həm evin içində, həm də həyətində sanitar qovşağı yerləşir. Evin həyəti bahalı tamit daşlarla döşənilib. Ətraf hissəsinə keçmək üçün zaborla məsafəsi də saxlanılıb. Əvvəlcə istəyirəm evin padval hissəsini sizə göstərim. Çox hündür padvalı var, rahat şəkildə keçmək olur və padvalının otaqlarının hər birinin alt hissəsinə keçidi mümkündür. Evimizin alt hissəsi betondur, üstü dairəvi şəkildə kəmər atılıb, 4 bir divarı qoşadaşla tikilib. Evin tikintisi zamanı da en yüksek ve keyfiyyətli materiallardan istifadə olunur. Bura evimizin çardağına olan girişi. 4 otaq 125 kvadrat evin ümumi sahəsidir və nəzərinizə çatdırım ki, evimiz ipotekaya da yararlıdır. Eğer ki bank sizə dövlət ipotekası ayırırsa, yaxınlaşıb evinizi istər nəqd, istərsə də bank yoluyla əldə edə bilərsiniz. Evin dəhlizinə daxil olduqda solda gəlir mətbəx hissəsi. Mətbəxdə həm mebel arası kafeli vurulub, yerdə də əlavə olaraq kafel hissə saxlanılıb. Pəncərəsi də yerdən olan şəbəkə pəncərə, evin balkonuna çıxa bilirsiniz. Sizi çox yormadan evin qiymətini də qeyd edirəm. 106 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olarsa, üstəlik də bizim səhifədən gələn müştərilərimizə evin sahibi tərəfindən xüsusi bir endirimdə olunacaq. Ev yeni təmirdən çıxıb, yaşayış olunmuyub, aboyları vurulub, polunun lakına qədər hamısı çəkilib, tam hazır vəziyyətdədir hazırda. Yoldan 15-20 metr məsafədə 217 nömrəli də marşrut evin tam yaxınlığından keçir. Məhəlləsi çox gözəl, hündür, quru məhəllədir. Yəni bu evin yaxınlığında heç bir göl, su falan yoxdur. İnşallah ki, gələndə özünüz də bunun şahidi olacaqsınız. Bu da ən sonuncu yataq otağımızdır. Paket kupça, qiymət 106 min manat. Evlə bağlı əlavə nə suallarınız olarsa, buyurub məndən əlaqə saxlayın. Bu da sanitar qovşaq, duş kabinasının yeri də saxlanılıb. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Göz haqqınızı halal edin.